Salam gözəl dostlarım, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Uzun bir aradan sonra yenidən sizinləyəm. Bir aya yaxın idi ki, kameranı əlimə alıb video çəkmirdim. Demək, burada mən nə edirəm? Dostlar, dolma bişirirəm. Gördüyünüz kimi kələm dolması, yarpaq dolması. Kələmi Aldi'dən almışdım. Yarpağı isə normal tənək yarpağıdır. Onu da Nashville'dan almışdım. Çok qəşəng çıxdı. Yarpağı yəni bir suya, isti suya saldım, elə çıxartdım. Ona görə rəngi dəyişib. Mən buradakı banka yarpaqlarına çox da güvənmirəm. Dadının yəni necə olduğunu bilmirəm. Elə bilirəm ki, dadı yaxşı olmayacaq. Ona görə də dedim, görmüşkən marketdə aldım və isti suya salıb çıxartdım. O şəkildə bişirdim. Mən daha çox yarpaq dolmasını sevirəm. Şam müəllim daha çox kələm dolmasını sevir. Və dolmanı hazırlayarkən də qaynanam yadıma düşdü. Və onun yeməkləri çox dadlı olurdu. Amma dolması bir başqaydı. Əntiqə olurdu. Həm dadı, həm qoxusu. Bir onu hatırladım. Şam müəllimə də deməmişdim. Dolma bişirdim deyə gələndə. O da dolmanı görəndə onun da elə anası yadına düşdü. Onsuz ki yadımızdadır. Sadəcə olaraq belə hadisələr olur ki, anamız özünü xatırladır. Allah məkanı cənnət eyləsin inşallah. Az idi, az bişirdim. 2 nəfərlik deyənə yəni çox böyük ya da çox almıram. Onsuz ki xırda olur. Buranın kələmləri də bizə bəs eləyir. Burada da gördüyünüz kimi qazanın dibinə mən kartofları düzürəm. Kələm dolmasında elə kələmin özünü qoyuram, düzürəm.
Amma yarpaq dolmasında isə belə kartofları altına düzürəm. Yəqin ki, mənim kimi eləyənlər çoxdur. Mən də hardansa kimdənsə eşitmişəm, ya videolardan, ya hardansa eşitmişəm belə. Bu şəkildə qoyuram ki, yapışmasın. Artıq 2 həftədir ki, biz unsuz, makaronsuz, şəkərsiz bir günlər keçiririk. Ona görə gördüyünüz kimi yulaflı çörək hazırlayıram. 2 yumurta, 2 stəkan yulaf, hardasa 5-6 qaşıq qatıq, duz, qabartma duzu qarışdırırsınız mikserdən. Və çox gözəl, yumuşaq yulaf çörəyi olur. Və çalışın ki, yulaf alanda glutensiz yulaf olsun. Glutensiz çörək olanda özümüzü çox belə yüngül hiss eləyirik. Yəni, Walmartda tapa bilərsiniz, Amerikada yaşayanlar. Azərbaycanda da yəqin ki, tapılar glutensiz. Glutensiz yulaflar o dillərə baxanda dahadır. Bəlkə Azərbaycanda daha ucuz olar. Yəni 6 dollar neçəsə civarında almışdım mən bunu. 6 dollar neçəsə qəpiyi idi. Walmartdan aldım. Walmartda tapa bilərsiniz. Burada da size dolmaları gösteririm. Çöreği gösteririm.
Yenə dolmaları göstərirəm. Yenə çörəyi göstərirəm. Artıq budur, çörəyi hazırdır. Kürdanı batırıram. Və quru çıxdığına görə demək çörəyimiz hazırdır. Siz də o şəkildə yoxlaya bilərsiniz. Burada da süt qoymuşdum ki, qatıq hazırlayım. İndi isə mayonez eləyirəm. Mayonez üçün 1 yumurta, 1 çay qaşığı sirkə, 2 çay qaşığı limon suyu, duz və 1 çay bardağına yaxın, tam dolmamış belə duru yağ əlavə elədim. Və yüksək xodda istifadə edirsiniz blenderi. Qatılaşana qədər çalırsınız bu şəkildə. Düzdür, çox aldığımız kimi çox dəhşət qatı olmadı mənim mayonezim. Amma həqiqətən çox gözəl dadı var. Sınaya bilərsiniz. Salat hazırladım. Bir kənarda da kişniş, qarğıdalı, dolmadan qalan kələm var idi. Tuna balığı qarışdırdım. Üstünə də mayonez tökdüm. Hamısını qatdım, qarışdırdım. Ortaya bir salat çıxdı və dadı da yaxşı idi. Siz onun üzərinə belə pomidor da əlavə edə bilərsiniz. O da gözəl dad qatır. Əvvəl tuna balığı sevmirdim. Heç belə qoxusunu da sevmirdim. Amma salatlara qatanda yaxşı olur. Burada biz yürüyüşe çıxmışdıq. Həm də ki bir heyvana baxmağa çıxmışdıq. İndi sizə bir hekayə danışacağım dostlar. İndi kimi eşitmədiniz bir möcüzəvi bir hekayə haqqında danışacağım. Yəni həqiqətən də bu Allahın bir möcüzəsidir. Ana şəfqətinin bariz nümunəsidir. 13 balası üçün, 13 yavrusu üçün həyatda qalan bir opossum adlı heyvan haqqında sizə danışacağım. Opossum bilməm, Azərbaycanda varmı, yoxmu, amma Amerikada burada var və onun şəklini paylaşacağım sizinlə ki, haqqında təsəvvürünüz oyansın. Demək, biz axşam yürüyüşündəydik, evə doğru gəlirdik. Yolun ortasında bir dənə heyvan gördük və gördük ki, maşın tərəfindən vurulub. Bu opossum idi, qanı itirmişdi. Deyəsən başı zədələnmişdi və biz ora-bura zəng eləməyə çalışdıq və axırda polisə zəng elədik. Burada ən sürətli gələn polisdir və polis gəldi, sağ olsun gəldi və yolun kənarına çəkdi heyvanı, qoydu yolun kənarına. Amma biz dua elədik ki, səhərə sağ qalsın, biz səhər açılanda veterinara aparaq. Çünki biz ulaşmadıq, veterinara ulaşmadıq. Və səhər açıldı, səbirsizliklə səhərin açılmanı gözlədik və səhər açılan kimi heyvanı götürdük, birinci evə gətirdik çünki tam vaxtı çatmamışdı, yəni aparma vaxtı çatmamışdı, gətirdik evə, isti bir yerə qoyduq. Şam mənim yanında burada Quran-ı Kərim oxuyur və isti bir yerdə mühafizə eləməyə çalışdıq ki, yaxşı olsun onun üçün. Biz axşam onu görəndə onun balaları yox idi. Səhər getdik, gördük ki, balaları var. 2 dənə balası görünürdü. Bəlkə də doğumu səhər başlamışdı. Nəysə, uzun sözün qısası apardıq veterinara, Cookville-də veterinara apardıq. Amma onlar dedilər ki, biz qəbul eləmirik. Biz burada itlərə və pişiklərə baxırıq. Yəni, belə heyvanlara baxmırıq. Bir neçə yerə zəng elədik, ora-bura, amma heç birisi də baxmadı, heç birisi götürmədi. Və bir yerə düşdük və bir yerdə Allah'a şükür, Allah ondan razı olsun.
Nəşvürə yaxın bir yerdə Portland dedi, səhv etməmsə. Ora dedi ki, danışdı Şam müəllim. Danışandan sonra dedi ki, gətirin. Ora apardıq. Ora elə bir ki, yaşlı bir adam idi. Öz evinin arxasında onlar üçün bir yer düzəltmişdi. Və orada baxırdı. Yəni xırda opasumlar da var imiş. Mən girmədim, Şam müəllim girdi. Başqa opasumlar da var imiş. Və orada baxırmış heyvanlara. Və opasum ora gələn kimi nəfəs alırdı. Bu da yolda baxırdı ki, nəfəs alırmı, tez-tez yoxlayırdıq. Belə xırıltı ilə nəfəs alırdı. Sən demə balaları üçün yaşayırmış. Və buna görə deyirəm ki, bir ana bu qədərmi şəfqətli olar, fədakar olar. Yəni heyvan deyib keçməyək. Allah heyvana da, insana da, ana obrazı da, yəni şəfqət qoyur, qəlbinə şəfqət qoyur və Allahın izni ilə o balaları üçün sağ qalıb və oya çatanda nəbzi zəifləyibmiş, artıq xırıltısı kəsilibmiş, sadəcə nəfəs alırmış. Artıq özünü veterinara çatdırandan sonra yavaş-yavaş hər halda həyatını itirməyə başlayıb və artıq axşam mesaj aldı Şam müəllim ki, ananı itirdik, amma balaları çıxartdıq, balaları sağ qaldı, şükür Allaha. 13 dənə balası oldu, çox xırdaydı balaları. O dedi ki, mən ötləmə götürürəm, onlara baxacağam bir şəkildə. Bəziləri 3 qram, bəziləri 5 qram imiş və onlara keçi südünün tozunu verəcəkmiş. Hər halda həll eləyib o şəkildə verəcək. Şırınqa ilə yəqin ki, nazik bir borudan keçirib o şəkildə verəcəkmiş. O şəkildə həyatda saxlaya biləcəkmiş. Həqiqətən də o adamdan Allah çox razı olsun. Biz o qədər rahat olduq ki, yəni təhvil verdik və sonra geri qayıtdıq. Ana təəssüf ki, vəfat elədi, öldü, amma balaları ona sevindi ki, heç olmasa balaları qaldı. İndi artıq burada özü həkim danışacaq və sizi onun danışdıqları ilə baş-başa qoyuram. Okay. If she don't mind, she's getting kind of testy because she knows I'm getting close to her babies. But you see how there's more inside there. Oh, more inside. Yeah, she's probably got a good bunch of them in there. Yeah, that's they're a marsupial. Just Usually, how many babies they have, Jules? well, inside that pouch, there's 13 tubes. 13 tubes. That's what they attach themselves to. They're born. The gestation period of a possum is 13 days. Oh. So from the time she gets pregnant to the time she delivers, it's 13 days. And they're all premature, just like all marsupials are very underdeveloped when they're born. Okay. I wouldn't be able to tell right this minute until I get her examined, but I would dare say she probably. Yeah. I think I've seen probably 7 or 8 heads in there. Yeah, around. So First I saw 2 or 3, and then I Yeah. see one more is appeared, yeah, and the other one appeared. yeah. And now I see that there are There's more a than bunch that. more. Yeah. Yeah. You saved a lot of lives today. Not just Yeah. 2 or 3. If she happens to pass, I'll take the babies out, and what I'll If she passed, you mean? yeah, if she dies, Okay. I'll still be able to try and save the babies. Wow. So Yeah. Thank you. the babies are, they're just neonates is what they are. They're just Choice. They call it. yeah, joeys. But, Yeah. they're still very underdeveloped. They don't have eyelids or anything yet. Their eyes are completely closed, no hair, and they're attached to one of her tubes. Okay. And when they're born after 13 days, they have to make their way from the birth canal up into Can the I pouch. record you also? Oh, Yeah. okay. Yeah. When they're born after 13 days, they have to make their way from the birth canal into the pouch. Okay. And in the pouch, there's 13 tubes. It looks just like a little clock in there, pretty much. There's 12 in a circle and 1 in the middle. And they have to swallow one of those tubes.
and after they swallow those tubes, mama will swell that tube up to where the baby can't get loose, Okay. and that's where Swallow and get some milk from there, or they're at. it's just. Well, they just swallow it, and they're attached there because mama will swell it up. Oh, like humankind. Right. Yeah. And they don't, that's where they're at for about the next 2 months, is attached to that tube inside mama's pouch. If mommy dies. If mama dies, just like anybody else that dies, they'll relax all their muscles, which means the babies will become detached. Uh-huh. And of course, if she dies within 24 hours, she's not going to be producing any good milk anyway. Now they are getting the milk from that tubes. Yeah, I would say since she's still alive, Yeah. she's still producing milk right now. Wow. But like I said, if she passes, I'll take them off the tubes, and I use my own real little tubes. It's a 1.8 French. That's the size of it. Okay. And it has to go in their mouth down there and into their stomach. And the other end, you push the formula in with a syringe. And that has to be done at this size here. This size. You got that light again? Oh, the lights. Yeah, I'm sorry. These are no more than, they're somewhere between 1 and 2 weeks old, is all they are. Oh, they are not new. Yeah, they're just 1 or 2. I was considering that they are just When they're it's born, giving they're- birth today or well, yesterday. when they're born, they look like a little bean or a small bumblebee. Wow. That's about the size That's of much them when small. they're born. There you Yeah. But they'll be attached to her as long as she's alive for about 2 months. And then she'll wean them off. And after that, I'll be able to separate them and let them start eating on their own in their own cages. You have to get them separated fairly early. I'd say within 80 grams to 100 grams, you need to get them all separated simply because they're cannibalistic. When they get stressed out, they'll start eating each other. Oh, really? Yeah. So, and that's a real ugly thing. You know, that's a real ugly thing that happens. I want to get her something right now, just try to see if I can get her to, what I normally have to do when they're like this is I have to give them water, but I have to thicken it up to where it'll stay in her mouth without dribbling all the way out. I tried to give some water, just inject Yeah. it, but I don't know if it was Yeah. gone. And some honey, I put some honey there. Yeah, she's not doing so good. Well, thank you very much. Veteriner danışarkən alt yazısını da verməyə çalışdım, amma yenə də ümumi belə xülasəni deyim sizə. Balalarının sağ qalma səbəbi onun borulara yapışmasıymış. Hər bala bir boruya yapışırmış və ana oradan süd istehsal edilmiş və bala oradan qidalanırmış. Və ana ölən zaman avtomatik olaraq əzələ boşalır və südü dayandırırmış, süd istehsalını dayandırırmış. Və burada deyirəm ki, möcüzə odur ki, ana nəfəs alıb həyata davam edib ki, balaları o borulardan qidalansın. Və sizcə də bu möcüzə deyilmi? Hello. Salam. How are you? How are you guys? Hello, Tekla. Hello, how are you guys? I'm fine, thank you. Ben de bir ses biraz geldi. Okay. Is it okay now? Ben ses biraz geldi. Almaz, can you hear me? Almaz, is it okay? Yes, I can feel. Okay. Now, Almaz, can you say please future simple tense? How we can use future simple tense? Ne? Future simple tense. Gelecek sadece zaman ne düzenledi yadında? Mesela, so
soru soracağım. Are veya is de sor. Are veya is. Plus. I am not. I am. Ya da you aren't. You are. Plus. Bak plus. Sonra ne dedi? Sonrasında da Going. going to. Aha, good. Going to verb ya. To be going to. To be going to. Okay. Ama can you say please? Man. Man. Gül alacağım. Güller alacağım. How can you say? I Aha. am Aha. going to Hı hı. buy a flower. Good job. Good job. Zehra, can you say please? O gülleri almayacak. Nuri kulak as sende. Biraz da sende soracağım. O. O gülleri almayacak. Yo, O Zehra o. Aha. onlar mı? Yes. He isn't going to buy a flower. Lovers, yes, lovers, good. And Nuri, can you say please? Onlar futbol oynayacaklar. How can you say? They are playing. Olmadı bir daha. They are playing football. No, they are playing football. It's the present continuous. O inti devam edici zamandı. Gelecek sade zaman. Nece olur? Gelecek zaman. No, o geçici zamandı. I'm going to go. Ay sağ ol. Aha, can you say? They are going to play. Good job. Good, super. Okay. Now, Almaz, can you say please the question form? O iş aktaracak. How can you say? Is she going to look for a job? Good job, good. Hi Fidan, how are you? Hi Fidan, how are you? I'm good. Were you having dinner? Huh? How was your how was your shopping? I'm sorry. How was your party? Was it okay? Did you enjoy? Yes. Good. Okay, we do revision. Buradan çıxıram, dərsimi dedim. Postumu burada qoyduq. İndi şahım mənim də məlumat alacağım, görək nə oldu, necə oldu. Mənim oturub orada qadınla söhbətləşir. Veterinarın yoldaşıdır deyəsən, bilmirəm. But we're real close together. Is it because of the high demand there, or is it because of Burada belə yard sale'lər olur. Hər evlər belə satışa paltar, nə bilim, evdəki əşyalar falan satışa çıxarır. Bir də satır. Öz evlərinin qabağında qoyur, satır. I would think that the need is so high for sign language, for deaf students, that there's just that, and there's not a lot of people that do that. There's not a lot of so that might be an avenue for you to look into, the students, Burada da oposumun şekli var. Çok şirin. Maşının motoru kızdı, yolda kaldı. abart. Antifriz nədir, onu qoydu. İndi nə qoymaq istəyir? Nədir o? Bu tormuz mayesi. Bunda problem yoktu. Bu her sefer var. Yolun qırağında qalmış. Ayı değiştirin. Böceklerin adı neydi? Ayca. Böceklerin adı neydi? Keyda. Keyda. Dostlar, videonu burada yekunlaşdırmaq istəyirəm. Məni buraya qədər izlədiyinizə görə sizə təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Allaha əmanət olun. Hələlik.